günün ikinci dersi sizinle birlikte. Başlayaq. Fidan buyur. Burada yenə bayaqki qayda ilə baxırıq. Deyir ki, Jane didn't tell me. Didn't olduğuna görə indi ya anything olacaq ya da everything olacaq. Something falan olmaz, nothing da olmaz. A variantı getdi, B variantı getdi, D variantı getdi. İndi bizə yenə that var, yəni burada bir conjunction var, bağlayıcı var. Deyir ki, there's still və bağlayıcıdan sonraki inkardadır. Biz onu aldanıb inkarda istifadə olunan any ilə falan bunları qoya bilmərik. Çünki burada bağlayıcısı bir tərəf ayrıdır, bir tərəf ayrı. Və burada da deyir ki, Jane mənə hər şeyi danışmayıb. Orada hələ də nəsə var ki, mən onu bilmirəm də. Məsələn, bizdə indi C variantı qalıb bir dənə. C variantında da təsdiqdən everydir. Every, yəni onun işlənmə qaydası, bəli, ondan sonra noun işlənir və burada da ondan sonra conjunction gəlir. Ona görə bu doğru deyil. Y variantı da bizim mənim tərcüməmə uyğunlaşır. Ona görə Y variantı düzdür. Həmçinin də something, yəni işlənmə qaydası falan qrammatik olaraq da doğru yerdə olur. Bəli. Doğrudur. Deyir ki, hər şey mənə söyləməyibdi. Orada yenə nəsə var ki, mən bilmirəm. Əla, Xurşud, baxa bilərik. 116-da mənim deyir ki, A didn't var cümlədə. Didn't varsa everything ya da anything olmalı. Something gedir. C ilə D variantı gedir. Qaldı A, B, Y variantları. Burada da deyir ki, C mənə heç şey göstərməyib. Tərcümə ilə digərinə baxaq, tərcümə eləməyək. That var. That varsa iki cümləyə ayrılır. Yəni thatdən sonraki cümlə əvvəlki cümləyə tabi deyil, yəni əlaqəsi yoxdur. Ona görə də burada enin gedir, çünki yenə də sonra isim gəlməlidir. Qalır ayna yarasında. Burada deyir ki, Jane mənə hər şeyi göstərmədi və mən nəsə var ki, onu görməmişəm. Burada nəsə var ya, something olmalıdır, A variantı. Bəli. 115, 116, 117 eyni tipli testlərdir. Bu şəkildə. Bir görüm. Bunun içine biraz sual 117. Okay. Biz 12'ye baxaq. Fidanla. 112-də off var. 112-də off var və every ilə off birbaşa işlənməz. Ona görə D variantı getdi. Sonra offdan sonra deyim ondan da speak işlənib burada görürük ki, ona görə each uyğun gəlmir. Çünki eachdən sonra cəmsim gələ bilər, amma cəmsim gəlirsə, ondan sonra xəbər təkdə olmalıdır. Ona görə C variantı getdi. Sonra o uyğunlaşır bizdə, amma indi burada but var. Deyir ki, all of them speak Spanish, hər biri İspan dilində danışır, amma hər kəs fərqli cür tələffüz edir və burada da all'dan sonra əgər canlıdan danışırıqsa speak olmalıdır, everyone'dan sonra speak düzgündür, ona görə B variantı doğru olmuş olur. Bəli. Və burada maraqlı bir nüans oldu ki, speak hissəsi var ikisində də, görsən danışmaq deməkdir. Deyir ki, hamı İspan dilində danışır, amma hamı bunu fərqli cür danışır. Yəni, hər kəs bunu fərqli cür tələffüz edir mənasında danışır. Deyir, onu gözəl izah eləmişsən. Əla. Mən gözümün digər cihazımı da qoşum ki, əlimin altında da belə pult kimi işlədə biləcəyim bir şey olsun. Çox doğru, çox əla. 111-ə mən Xurşudla baxmaq istəyirəm.
The police couldn't find out. Demək kimdə ki olmaz deyə A variantı gedir. Sonra ikinci tərəfə baxar. Burada facts var. Another işinə bilməz çünki tək isim gəlməlidir. B variantı gedir. D variantı gedir. Y-də others var deyə isim işlənməz. Y-də gedir cavab C variantı. Aferin sənə. Aferin sənə. Bu şəkildə. 110-a baxaq. 110-da deməli deyir ki, I don't know, indi don't verib, yəni inkar var. Ona görə nothing olmaz. Everything-də, anything-də bunlar uyğun gəlir. Yəni bir dənə A variantı çıxır. Sonra yenə bir bağlayıcı var. Though, yəni baxmayaraq ki, və ondan sonra da no gəlir. İndi burada no-dan sonra biz bilirik ki, A-dır işlənməlidir. Ona görə təkcə C variantı düzgün gəlmiş olur. Elə C variantı olur. Tərcüməyə də baxsaq, deyir ki, mən bunun haqqında hər şeyi bilmirəm. Baxmayaraq ki, no other necə tələffüz olunur? Tərcümə olunur daha doğrusu. Gözləm. Deyir ki, mən bunun haqqında hər şeyi bilmirəm. Though no other problem interests me. Başqa heç bir problem. Başqa heç bir problem məni bu problem qədər as much as bu problem qədər narahat etmir. Çox maraqlı bir cümlədir. Bir dənə gəlin bu cümləni analiz edək uşaqlar. Bu cümlənin bildiyi I don't know everything about it. Yəni bu haqqında hər şey bilmirəm. Though amma ki, yəni buna rəğmən mən bu haqqda heç nə bilmirəm. No other problem interests me. Başqa heç bir problem məni maraqlandırmır. As much as this one. As much as dedik ki, bu qədər. Və buradakı mən analiz etmək istədiyim isə one hissəsidir. Bu biri qədər məni maraqlandıran başqa bir problem yoxdur, deyir bizim üçün. One deyəndə uşaqlar burada problem sözünə vəz edir. Biz ingilis dilində vəz eləməyəni sevirik. Yəni one sözü, əslində bunu demişəm sizə. Feilləri də vəz eləyəndə do ilə vəz eləyirik demişəm. Bu şəkildə. Mən nəyisə deyəndə deyirəmsə, filan şeyi sizə demişəm, belə deyirəmsə və sizin yadınıza düşmürsə, onu mənə deyin ki, mən onu açım. Yaxşı, yəni nəyisə səhv keçəndə deyin, mən onu deyim, bəlkə yadınıza düşmür və bu normal bir şeydir. 109. Evdən sonra of işlənməz. B ilə C gedir. Burada ikinci tərəfə baxsaq, deməli, noun gəlirsə others işlənməz. Aynen. D də gedir. Cavab Y variantı. Mən burada niyə inişdim? Halfı sifət kimi götürmək istəyirdim. Have, no. Bax, to be-dir. Yəni ki, burada verb-dir. Verb-dən əvvəl subject gəlib. Subject-lə object ikisi əsasən ya noun olur. Nounun qabağında adjective ola bilər. That's okay, amma burada yoxdur. Ya gerund olur, ya da ki pronoun olur. Bu şəkildə. Olur burada nə? Ya variantı. Only half of the fruit. Burada half demir, bu half'dir, half. Half, nə bilim, başqa nə? Məsələn, chalk sözü, nə gözəl yazıram. Təbəşir, chalk olacaq, lı yoxdur. Nə bilim, şudda, lı yoxdur. Burada deyini ilə. Bunlar niyə deyirəm? Sizə listening-ə görə deyirəm, yoxsa yəni speaking maraqlandırmırsa sizə, yəni öz işinizdə. Listening-ə görə deyirəm. Only half of the fruit was spoiled. Not the other of it. The all of it.
The other half was good. Bu gözəl bir cümlədir. Bunu mənə izah elə, tərcümə elə, xoş ol. Bir də mənə sübut elə ki, niyə burada the other işlətmək olar? Məni inandır ki, həqiqətən də orada onu işlətmək olar. Bir ki, yalnız meyvələrin yarısı politik köhnəlmiş deyə bilərik. Bilmirəm, bax gör hələ o söz uyğunlaşır bu cümlədə. Amma hamısı yox, it. Deyir ki, yalnız meyvələrin yarısı korlanmışdı. Hamısı yox, bu əksəriyyəti yaxşı idi. Əksəriyyət sözü hardadır? Burada əslində ixtisar olunub da bu it sözü. No. Ya, bir sən nə demək istəyirəm? Səni nəyə gətirirəm? Spoiled, bəli, xarab olmuş deməkdir. Deyir ki, only half of the fruit was spoiled deyir, yarısı xarab olub. Not all of it. Yəni, bunun hər biri xarab olmuyor. The other half was good. Digər yarısı yaxşı idi. Bu Almanı deyək. Alman yarısına söhbət gedir. Burası deyir ki, xarab olubdu. Burası isə yaxşıdır. Alman da yarısı 2-də 1-dir. Başa düşdün? Yəni, bura 2-də 1-dir. Bu biri isə də 2-də 1-dir. Düzdür? İndi mən nə demək istəyirəm? Deyirəm ki, the other niyə olur, onu mənə sübut elə dedim. Düzdür? Yəni ki, 2 dənə yarısı var, yarısının biri xarabdırsa, bir dənə qalıbdır. Görsən, kontekstdən yenə rəqəm çıxdı. Ona görə the other da burada olar. Onu prosto elə bir izah eləmək istədim. Yaxşı? Olur burada nə? Y variantı. Gözəl bir test. 108 eynisidir bax. Bir dənə burada nəyi dəyişib? Money sözünü dəyişib. Hers. Bir də belongs to him. Bu isə də ayrı hər şey yenidir. %6'ya baxaq. Filan. 106-da deməli indi şey gəlib və ondan sonra da bir transaction var. Deməli bizdə A variantında some var. Some that necə olsun ki, yəni olmur. Yəni A variantı gedir. Some'dan sonra gərək bir şey gəl ki, onu tamamlasın da. Yəni burada birbaşa conjunction gəlib, sanki yarımçıq qalırdı orada məna. A variantı getdi. B variantında something var. Həmçinin D variantı getdi, çünki some var idi. İndi something, anything və something var. İndi burada bizdə that-dan əvvəlki cümlə inkarda falan deyil. Ona görə anything də əslində gedir və bizə something olan variantlar düzgün qalmış olur. Və burada da indi deyir ki, tərcümə ilə gedirəm. Deyir ki, qəzetədə gördüyümüz hər şey, yox bir dəqiqə. Biz hər şey gördük və bu bizi maraqlandırdı. Mən tərcümə falan gərək qalmır, çünki off var burada. Off-dan da bizə törəmə işləmir deyə boz uyğun gəlir. Ona görə Y variantı cavab. Bəli, belə olacaq. Bəli, bu şəkildə. Mən bilən bir şey var, ona baxmaq istəyirəm bu cümlədə. Bir dəqiqə. Baxmaq istədiyim şey bilirsiniz nədir? Burada Azərbaycan dilində yəqin ki, bunu keçirsiniz. Biz ingilis dilində buna çox takılmırıq. Amma Azərbaycan dilində bunu keçirsiniz. Tabeli bağlayıcılar, tabesizlər. Keçirsiniz, elə şeylər var Azərbaycan dilində. Var. Aha. İngilis dilində də elə bir şey var, uşaqlar. Burada bilsiz bizə nə deyir? Deyir ki, and the newspaper was so that biz gördük ki Azərbaycanda bu necə gedəcəkdir? Tabeli yoxsa tabesiz? Deyəsən bu tabeli gedir Azərbaycan dilində. Çünki kidirsə birləşdirir. Deyir biz nəsə gördük ki davamını gözləyirsən. Başa düşdün? Yəni bu bir cümlə buna aiddir. Başa düşdünüz bu şəkildə. Amma yəni ona görə burada əslində zaten burada fidan zatla işlənmədi, prosta izah edirəm.
Burada zaten funksiyası bayaqki kimi deyil. İndi bayaq bax fikir ver. Zaten sonra burada verb gəlibdi. Fikir ver. Amma sənə burada isə zaten sonra I gəlib. Zaten sonra I gəlib. Zaten sonra you gəlib. Yəni ki, zaten sonra feil gəlməyib. Hərəkəti bildirən, hərəkəti eləyən şəxs gəlib. Yəni subject gəlibdi. Ucu burada isə tabesizdir. Deməli, bu həqiqətən başqa bir cümlədir. Çünki fikir ver, deyirəm ki, SVOPT. Burada görsən, deyirəm SVOPT başlamalıdır. Burada plusdan sonra. Amma buradakında elə bir aidiyyat yoxdur. Görsən, burada ucu bu ayrı SVOPT, bu ayrı SVOPT-dir. Bu bütöv bir SVOPT-dir. Başa düşdün? Maraqlı bir cümlədir. Çox qəşəng bir cümlədir. Bilirəm, uşaqlar, biraz məzəli görünür bəzi insanların gözünə. Amma məncə ikinizə də məzəli görünmür, çünki başa düşürsünüz. Nəyi demək istəyirəm? Yeni öyrənən olsaydınız, deyərdim ki, istisnadan istisna çıxır və yaxud da ki, qaydadan qayda çıxır falan. Dil belə bir şeydir də, maraqlı bir şeydir. Amma ümid edirəm, overwhelmed hiss eləmirsiniz. Bazalarınız yaxşı olan qızlarsınız, amma yenə də bilmirəm, demək istədim. Həm də rekorddur da bu video. Dərs rekordu alınır. Nə bilim, kimsə sonradan izləsə, mən belə Müəllimə eyni sınaq işləyə bilərik. İşləyəcəyik. Burada sən səsin bağlı zaman olmasın. Echo verirsə, sonra hə, burada seçmə sualları idi. Mənə burada dərsdə iştirak edə bilməyən uşaqlardan göndərənlər var ki, izah eləyək. Ona görə bunları işlədik. Deməli, başqa nə sual göndərilib mənə? Özü iştirak edə bilmir, amma rekorda baxacaqdı deyə. Biraz gəlin Mixed'dən işləyək. 1'ə baxaq. Xoşutla. There was interesting on the place. Maraqlı deməkdir. Səsin çox dipdən gəlib, xoşut. Bir dəqiqə müəllim. Okay. İşte bilmirəm. İlk öncə Y ilə D gedir, çünki ikinci səhifə baxdıqda X-dən sonra isim gəlməlidir, amma burada gəlməyib. Y ilə D gedir. Bilənləri televizorda maraqlı nəsə gedirdi. That's ki, mən ona baxmadım. Ya, televizorda maraqlı bir şey yox idi ki, mən də baxmadım. Ona görə də nasıl düşünürəm olsun. İndi sənə bir şey deyim. Səsin bağlı zəmət olmasa echo verir. Çox pis echo verir. Fikrim yayınlar echo veriləndə. It's-dən sonra noun gələ də bilər, gəlməyə də bilər. Çünki bu həm bağlı şey ola bilər, həm də belə ola bilər. İndi gəlin bir baxaq. Bir dəfə də qoy özüm baxım, çünki sən izah edəndə fikrim yayındır. Deməli, bizim üçün burada deyir ki, there was nəyə baxırıq? Okay. Deməli, birinci tərəflərdə bizim üçün törəmələr var və törəmələrlə bir şey çıxmıram. İkinci hissəmizdə isə deyir ki, I didn't watch, yəni bizim üçün feildir. Feildən sonra objective feil gəlir. Hə, o baxımdan çıxırsansa əgər, o zaman düzgün çıxırsan, əla. O zaman burada bəli, it's olmayacaq. Çünki it's objective pronoun deyil, it-dir objective pronoun olan. Və qalanı da tərcümə deyir ki, tərcümədirmi? Bəli, tərcümədir. Misal üçün, burada that's why görürsünüz. Gördünüz? Bu ayrıca bir cümlədir. Yəni, burada something ola da bilər. Birbaşa çıxmaq olmaz. Tərcüməyə baxıram. Deyir ki, televizorda maraqlı nəsə var idi, ya da ki, yox idi. A variantı deyir ki, maraqlı nəsə var idi. C variantı deyir ki, maraqlı heç nə yox idi. Ona görə deyir ki, nəsə izlədim ya da izləmədim. Deyir, heç nə izləmədimsə, deməli, maraqlı olan heç nə yox idi. Ona görə olur nə? C variantı. Bilmirəm, sən nə variantı dedin. Fikrim yayında, sən nəsə izah edəndə. Ну все, ayalasan, süpərsən, mükəmməl. Süper. O zaman geçirik nəyə? 4'ə. Fidan.
4-dən no gəlib, no-dan sonra other işlənməlidir. Ona görə C ilə D variantları qalır sadəcə və there-dən sonra da bizdə noun gəlməlidir. D variantı da gedir, sadəcə theirs qalır. Ona görə C variantı düzdür. Aha. Bəli, no-dan sonra other gəlir, все. There'dən sonra noun gəlməlidir, gəlməyib, все. Sonra 17 xoşod. Deməli, əvvəlcə of gəlməz, B variantı gedir. Burada girls cəmdə də deyə iç də gedir. Burada təsəvvürə baxdıqda place sözü var, isimdir. Ona görə də isimsizlər gedir. Aynen Y variantı gedir. Qalır. Why? İçin xəbəri tək olurdu. Baxaq. Hadi olur. Let each of the girls. Bəli. Sonra buna da baxa bilərik ki, burada girls varsa her olmaz da, yəqin ki, deyir olar. Bəli. Nə deyir? Deyir ki, let all of the girls take their own place. Bəli. Sonra başqa sualımız nə olacaq? Maraqlı sual oxşar 18-18-ə də baxaq. 18-də boots var. Yəni boots gəlib. İndi burada that olmaz, ona görə Y variantı getdi. Ya this ya da those olmalıdır. Y variantı getdi. Sonra I didn't gəlib bizdə. Yəni inkar bir cümlə gəlib və burada nothing də olmaz. Ona görə D variantı da getdi. Sonra anything I didn't pay anything olmur da məncə. Yəni I didn't pay any olar deyə düşünürəm və my uncle paid for bizə dəqiqə my uncle yo. Elə anything də ola bilər, any də ola bilər məncə. Amma burada tək bizdə açar şey bootsdadır. Çünki boots bizdə cəmdədir və bu ikinci dəfə də cümlədə işlətməyir. Boots cəmdə olduğuna görə də biz demlə cümləyə qaytaracaq. Ona görə A variantı düzdür. İtlə olanlar da səhv olmuş olur. Bəli. Burada I didn't pay any. Heç ödəmədim. Ya da burada bir siz nə var? I didn't pay any. Burada boots işlənməyib. Yəni sadəcə ixtisar olunub, ona görə daha doğrusu. Bəli, burada boots var və burada my uncle paid for boots demir, əvəz eləyir. Deyir burada them deyir. Əvəz eləyib də burada məsələn olsun əvəz eləyirsən deyirsən she. Burada da eyni ilə baxdan dediyimiz şeylərdir. Burada any money, I didn't pay any money. O formada, yəni eynidir, yəni doğrudur, o da problem yoxdur. İxtisar var kimi fikirləş. 8. Üçü də izah eləyək, məncə dayandıraq. Yerləşdə bunu dem olur yəqin ki, çox var, ona görə deyilər gedir. Eynənci is an actor. Deməli, another oğlan var idi. Deməli, the other olmalıdır. Ayaqları biz dedik ki, adam qalırsa the others olur, amma bir nəfər qalırsa the other. Həm də ki, burada they deyir. They'dən sonra verb gəlməlidir. Burada var. Burada var, okey. Amma bundan əvvəldə bizdə preposition. Prepositiondan sonra demişik ki, objective pronoun gəlir. Ona görə them verməliyəm. They yox. Və sən buna doğru şəkildə baxmısan. Bundan sonra nə gəlirsə ona baxmalıyam. One of them is an artist. Dedi ki, 2 oğlu var. Biri belədir. Yəni kontekstdə rəqəm çıxdısa, yəni bu belədir. Yox, məncə bu qədər bu
kifayətdir. İndi sizinlə işləməli olduğumuz başqa nə var idi? İcra eləməli olduqlarımızın arasında bu da var idi. Gəlin burada OTK-nındır bu. 2024. Eləmi? Ayda bu şəkil elə bil dünən salınıb. Elə hiss edirəm. 2024 nə tez? 2026. Oh my gosh. Whatever. 56-ya gəlin bir baxaq. Elə Fidanla başlayaq. Fidan. Yəni uncountable noun-dur. Bizdə feel olmaz. A lot ümumiyyətlə elə bir şey yoxdur. Yəni a lot-dan işlədə bilmirəm. 4 getdi, 1 də getdi. A little düzdür, little da düzdür. Some da sometime bu da doğru olur. Çünki some'dan sonra pluraldan uncountable noun gələ bilər. Ona görə 2, 3, 5 doğrudur. C variantı olur. Xurşud. Intelligence ağırlığı, maestro silahı, empatide o empatik olur. Yəqin ki odur. Bir adı. Deyir ki, öyrənmək bacarığı, anlama və biliyi edici şəkildə istifadə etmək doğrudur. 3-ə C-dir. Digər insanın hissləri ilə bərabər empatik olmalıdır. 2-də B-dir. Dən baxaq, gözlə. Aha, deyir ki, səsin bağlı. Səndə çox yuxu verir, xoşut, bilmirəm nədir səbəb. Deyir ki, başa düşməsi çətin olan və izah eləməsi çətin olan şey, yəni sir, sirli tipa belə bir şey. ABC, ABC. Buyur, Xurşud. Müəllim, orada ikinci söz necə tələffüz olunur? Mystery. Oh gosh. Oh my gosh. Söyləməmişəm. Ekranı düzəltməmişəm. Ekrana heç nə düşmədi. 57-ci sual belədir, əziz rekord izləyənlər. 56-da da ki, burada time'da, uncountable'da deyənə bunu götürdü. 56-dan sonra noun gəlmir. Bu çünki adverb'dür. Adverb'ün, yəni zərfin isminə nə əlaqəsi var? Zərf feylə aid olan bir şeydir. Belə işlər. Şuradakı pluralla işlənir. Sonra 58 buyur ay. Fidan. Burada unfortunately deyir, yəni bəxtçilikdəndir, yəni yaxşı bir şey olmayacaq. Because of the deməli az kömək alır ki, bu onu deyir də, yəni bu qəzada az kömək alırlar. Ona görə a lot of olmaz, old olmaz. Noundan sonra isim gəlməz. Maç özü çox deməkdir, yəni çox kömək eləmiş olur.
All da burada çox əlaqə salmayacaq. No burada tam uyğun gəlir, çünki demək no help, yəni heç bir kömək ala bilmir. Yəni ona görə də unfortunately işlədir. Bəy 59 Xurşud. Mən iki hissəsindən başlamaq istəyirəm. Tell me deyirikdə çoxlar obyekt qoyuruq. Ona görə də fərq ikinci düşünə bilər, o qalsın. Mine gedir. Jerry gedir. Çünki bunlar obyekt deyirlər. A friend of Her bir şey diyeceğim. Her objektal değil. o dəqiqə obyektaldır. İki cür düşünə bilər. İki cür olur. Yes. Biri Bunu var. gömsək. Necə? A friend of tells his tells their tells their them his and hers. Məncə D variant olacaq. Olmayacaq. Bir dəqiqə. Beynim getdi. İsimlidir. Burada tells xəbərdir. D gedir. D getsin. B variantıdır mənim. Hiçbir fikrim yoktu. Gəlməli baxmaq başdan. Deməli bizim üçün burada off deyir. Offdursa burada preposition'da. Preposition'dan sonra bizə nə gəlməlidir? Bəli, məsələdəki objective gəlməlidir. Bu qalsın. Bundan sonra noun gəlməlidir. Gəlməyibdir. Bu object deyil. Bunu başım bura. Tells deyir bizim üçün verbdir. Verbdən sonra yenə objective gəlməlidir. Mine objective deyil bizim üçün. Deməli a friend of her tells her that deyir ki, onun dostu ona deyir ki, bilsən nə? Məsələn, Xurşudun dostu Xurşuda deyir ki, ya sən eyni insana, ikisi Xurşuddan söhbət edir, ona görə bedir. A friend of his, yəni onun dostu deyir ki, bizə, onlar dostular. Məntiqsiz də elə bil məzahirdən danışır, sonra tez çönür. Burada elə bil ki, məzahirdən danışır, bu belə deyir. O məzahirdir. Burada Qəzənfərdən danışır. Burada da gedir, nəm Alsundan danışır. Çox əlaqəsiz oldu axı. Şuşdən öz məzahiri görünür. Ona görə belə. Bir dəfə də yoxla. A friend of his. Wait a minute. His'dən sonra noun da gəlir. Ona görə. Bu şəkildə. Yes. Deməli. Bir də bunu bağlayayım, mən fikrimi yayınlarır. Bircə dəqiqə. Fikrim yayınmasın mənim. Hə, Fidan. Bayaqki sualda A variantı yazmışdım hemen. Baxaq. Deməli. Bizim üçün burada nə deyir? Deməli, bizim üçün burada object of var. Yəni ki, bizə burada ofdan sonra nə gələ bilər? His gələ bilər. Sonra burada theirs olsaydı gələrdi. Burada mine olsaydı gələrdi. Burada hers olsaydı
Burada hers olsaydı gələrdi uşaqlar. İndi niyəsini izah eləyəcəm. Burada da hours ola bilər. Bir bu qalsın. Sonra bizim üçün burada verbdən sonra objective istəyirsə, burada hours ola bilərdi. Ya da ki, as ola bilərdi. Hours yox, as ola bilərdi. Hours yox. Burada a olur. Qabilənin niyəsini vursan. Məsələn, deyirsən ki, deyirəm, bunu belə izah edirik. My friend, mənim dostum. Amma deyə bilmirik də, my friend. Bu şəkildə deyə bilmirik, düzdür? Aha. İndi biz bunu necə deməliyik? Belə deyə bilmiriksə, bəs my-nı necə verə bilərik? Ürəyim bunu vermək istəyir, elə yazmaq istəyirəm. Necə eləyəcəm? Belə deyəcəm. A friend of mine. Bax, belə bir nümunə dedim. Eyni nümunəni istifadə edirəm ki, qoy yadınıza düşsün, kimsə yadından çıxırsa, xoşud. Fidan tapdı. Bu şəkildə. Görsən, burada mine istifadə elədik. O səbəbdən burada dedim ki, burada mine olardı, hours olardı, theirs olardı, hers olardı. Amma burada elə deyil, hisdir. O səbəbdən burada bu şəkildə. Mənim beynim yandı, heç nə görüşmürəm. Burada izah elədim. Başa düşdüm. Yox. Səsin balaca olmasa, ancaq və ancaq danışanda aç oxuşud yaxşı. Çünki belə. Biri var deyəsə mənim dostum. Amma mine deyə bilmirsən də, çünki bunlardan sonra isim gəlmir. Bunu başa düşdün? Okay. Amma ürəyim birdən istəyir mine işlətmək. Sən bunu nətər işlətsən? Belə bir qaydamız var bizim. Belə bir qaydamız var ki, of-la bunu işlədəcəyik. Of-dan sonra mine gələ bilər, yours gələ bilər, his gələ bilər, nə bilim axı, hours, belə şeylər gələ bilər. Və noun-da bunun burasına. İndi buna bax, bunun nounu baba burada gəlir, friend. Burada nounumuz budur. Bu bir qaydadır. A friend of mine. Okay? Bunu biz harada keçmişik? Pronoun qaydamızda keçmişik. Görsən, bayaqdan pronoun işləyirik, bu da pronoundur. İndi bilmirəm, sən pronounun falan izahında olmamısan da, sən sonradan qatılmısan dərslərə. Boşum, yəni bax, bu şəkildə. Yəni bunu bilmirdinsə not al, deməli bunu bilmirmişsən pronounu. Bu səbəbə görə mən burada baxıram, başa düşürəm ki, of-dan sonra nə gələ bilər? Of-dan sonra bax, theirs gələ bilərdi, mine gələ bilərdi, hers gələ bilər. Çünki burada friend of-dan sonra gəlir. Hours ola bilər. Bir dayansın bunlar. Bir ona görə A ilə C variantı bir dayansın. Sonra ikinci tərəf, bura uca hazırdır. Bunun ikinci tərəfə baxıram, burada verb gəlir. Verbdən sonra objective pronoun gəlməlidir. Objective pronoun nədir? Me, you, nə bilim axı, him, nə bilim, her, sonra it, us, them. Bu şəkildə. We demədim. Çünki özdən sonra bunun verb gəlir. Burada isə variantı uyğunlaşır. İzah edə bildim. Bu mine falan olanda necə olurdu? Deyirsən, mine, yours, his, hers, ours, theirs. Ona görə deyirəm ki, of-dan sonra mine ola bilərdi. Bax, burada ona görə getdi. Hours olar, ona görə saxlamışdıq. Theirs ola bilər, görsən. Hers ola bilərdi bu şəkildə. His. Başa düşdün? Əla. Aha. 60-a baxırıq Fidanla. 60-da bizdə making var. Making-də, yəni tək olduğuna görə biz burada tək verməliyik, ona görə is olacaq. Has olmaz, çünki burada has əgər olsaydı, yəni hansısa bir perfect zaman filan olardı. Və burada has olanda deyir ki, making mistakes has normal. Yəni nə dərəcədə doğrudur, sifət gəlir ondan sonra. Bəli, deyir ki, Bəli, deyir ki, səhvlər etmək var normal. Səhvlər etmək var normal. Xeyr, səhvlər etmək normaldır. Dur, nə bildirir? Bizi to be göstərir.
Yəni də doğrudur, əla, super. Yəni burada gerundla başlayan cümlə ing, amma belə olmalıdır bu şəkildə. Sonra kimdir bu? Xurşuddur. Uncountable deyir. B variantlı ID-yə görə çıxaq. IDs ola bilər dayandı. Sonra E variantlı job sözü var. Jobs ola bilər, amma work. DG jobs. Work cəmlənmir, job cəmlənə bilər deyə görə gedir. Feedbacks deyə bilərik. D variantdakidir. Jungles. DG. Bunun hamısı countable. Bu çarə deməkdir. Jungle, cəngəllik. Condition'da vəziyyət deyirsən. Vəziyyət, bəli. Ona görə C variantı. Nope. Bu şəxsiyyət deməkdir. D var. DG feedbacks. Deyə bilmirik. Həmişə deyirəm ki, feedback verin. Demirəm feedback verin. Shelter. Sığınacaq demək istəsən də ağzını baxmırsan. Çünki çox pis şəkildə fikrim yayınır. Fikir gedir məndə. Shelter sığınacaq deməkdir. Opportunity də fürsət deməkdir. Ondan sonra deməli. Baxaq. Bunlar countable-dır. Yəni bu hamısı countable-dır. Bunun hamısı countable-dır. Bunda hamısı countable-dır. Sonra bunda hamısı countable-dır. Progress. Bir dənə burada progress sözü uncountable-dır. Qalan bu countable-dır, bu da countable-dır. D-də deyir günah, patience, səbir, feedback, geri dönüş, rəy tipə geri dönüş. Bunun heç biri sayılmır. Nəyini sayaq? Sən geri dönüş deyirəm, havada olan bir anlayışdır da, yəni mücərrətdir. Gözlə görmürəm, toxuna bilmirəm. Deyərsən ki, mənim ideya da elədir də. İdeya bizim üçün nə idi? İndi elə demirsən, əlbəttə ki, sən izah verdin, sən bilirsən, amma indi videonu izləyənlər üçün insanları yadına salaq ki, bizim müəyyən 12 dənə, müəyyən yox, 12 dənə açan kimi qabağımıza çıxdı. 12 dənə belə bizim var ki, elə görünür ki, bunlar sayılmayanda, amma əslində sayılır. Məsələn, deyirsən ki, bulud, buluda toxuna bilmirəm falan, ya saymayaq, nəyini sayacaq, nətər sayırıq, amma sayılır. İngilislər bunu sayır. Bu şəkildə. 62 Fidanındır. 62-də birincisində 100 piece verib, amma pieces olmalıydı. Ona görə 1 getdi. Sonra ikincisində several type verib. Several'dan məncə S işlənirdi. Several types olurdu. Ona görə 2 də getdi. All paper bu bütöv mənasında olduğuna görə 3 düzgündür. Dördüncüsündə a few pieces var. Bu da doğru olmuş olacaq. Beşincisində each of the students olmalıydı. Ona görə 5 səhvdir. Cavab 3-dən 4 olur. Bir dənə burada all çaşdıra bilər. O da all burada, yəni yenə dediyim kimi bütöv mənasında işləndiyinə görə məncə onun gəlməsi problem deyil. Tək gəlməsi paper. Bəli, burada yəni problem yoxdur. Bütün kağızlar, bütöv kağızlar, burada problem deyil. Burada çaşdıran digər məsələlərdən birisi bilirsiniz nədir? 100. Bəzi uşaqlar burada görür deyə götürür, belə götürür. Amma bu 100 deməkdir axı. 100 100 deməkdir. Sən indi Azərbaycanda 100 deyirsən, onlar 100 deyir. O şəkildə 2 4. 200 olanda yenə 200 olur. Yəni bu çox cəmlənmir dostlar. İndi 2 belə hərflə yazaq. 63 Xurşud. Deməli, children were playing in the park. D, Y, C gelir. On the left olur. B variantı.
Deyir B variantı olur. Baxaq. Children were playing in the park on the left side. Deməli, bizim üçün burada doğrudur. Bəli. 64. Fidan. 64-də sinonim istəyir, improve sözünü ona görə increase verəcək D variantı. Bəli. Bizə burada nə deyir? Deyir ki, doğrudur. Deyir ki, Harry və onun dostları bir yerdə işləyirlər ki, Mysteries bayaqları gördük. Mən onu çox görmüşəm uşaqlar OSK-da. Qrammatikada və reading-də elə bil sizə bunun başqa yerdə xüsusilə rastlaşmamışam, amma OSK-da çox tez görürəm də. Deyir ki, qrammatikada bir söz deyir, digər hissədə də o sözü verir. Yəqin ki, belə bir siyasəti işlətmək istəyir ki, yəni qoy bilən ikisini də düz yazsın, bilməyən ikisini də səhv yazsın. Belə bir şey mi eləmək istəyir, yoxsa nə? Sadəcə o qrammatikada eləmir, mətnlərdə də eləyir. Bilmirəm, fikir vermisiniz ya yox, mən fikir vermişəm. Qrammatikada olan sözü gətirir, verir. Nəsə elə bir bağlaşdırmağa çalışır. Əmin deyiləm, amma belə bir şey sezmişəm, demək istədim. Deyir ki, sehirli güclərini artırmaq üçün, inkişaf elətdirirsə nəyisə çoxaldır, təqdim eləmir, kəşf eləmir, tələb eləmir, incitmir, amma artırır. Nəsə inkişaf eləyəndə daha da yaxşılaşır. 65 Xurşud. Xurşud səsin gəlmir. Danışmırdım müəllim ona görə. Dördə baxsaq ilk öncə the first copy of, biz bilirik ki, pronounla əvvələ baxırıq. Copy təklədirsə, deməli burada xəbərimizdə təkdə olmalıdır, doğrudur. A, D, C gedir, qalır B ilə Y, 1 və 3. Birə baxsaq, Martinin kolleksiyası includes S var, təkdə doğrudur, çünki burada Martinin kolleksiyasından danışır. İkiyə baxsaq, one of Martin's favorite edition are from, deməli, of-la is olmaz, bəli. Üçə də baxsaq, the fiction books are, the fiction, bir dəqiqə. 1, 4 götür, 3 niyə olmur? Çünki məsələ burada deyil. Məsələ fərqli yerdə. İkincidə takes yox, take olmalıdır. Bəli, çünki that bizim üçün nədir? Relative pronoundur. Relative pronoun burada cəm oldusa, burada da take olmalıdır. Xəbəridir. Of-dan əvvəldə one, bir deməkdir. Of-dan əvvəl tək gəlibsə, xəbər də təkdə olsun, zəhmət olmasa. Çünki tərcümə edəndə məntiqsiz bir şeylər ortaya çıxır uşaqlarına görə uzlaşma önəmlidir. Daha sonra 66 Fidan. Sənə Recep Fəridi demək istəyirəm. Allah qahr eləsin. 66-da deməli only dəyişən, ona görə D olacaq. Eyni ilə same-lə də dəyişən, ona görə o da D olacaq. D variantı olur. Bəli. Niyə burada D işlənir? Çünki the only person, yəni yeganə insan bir, spesifik, ona görə the same-dəki eyni problemdirsə, eyni bir şeydir, spesifikdir. Eynidirsə, yəni bilirəm də necədir, ona görə. 67 Ay Xurşud. Deməli, ikiyə baxmaq istəyirəm ilk öncə. Eating, biz cümlədə ayrıncı ilə başlayırsa, xəbərimiz həmişə təkdə olur, 2 doğrudur. B ilə gedir, 3-də də həmçinin elədirsə, gives verib doğrudur, 3 də doğrudur. Səhvdir. Doğrudur. Bax, 2 səhv deyilir. Onda 2-3-dür cavab D variantı. Amma digərlərinə baxaq. A group of language learn gets, burada öğrenciler
Get olmalıdır. Niyə çox adamdır? Bəli, sizin yazdığınız kimi. Bəli, cavab 2-3. Bir dənə gözlə görəm. Ben gözlem. Ben sesim bağladı. Ay necə səsim, necə beynimi qarışdırır ilahi. Dəhşət. Mənim fikrim çox tez yayınır. Çox tez yayınan fikrim var. Bircə dəqiqə. Bizə burada nə deyir? A group of language learners gets together. Ha. Biz nəyə baxırdıq? Deməli, eating fruits, vegetables is bu doğrudur. Going to the school clubs gives me bu da doğrudur. A group of language okay. Burada ona baxmırıq. Bir şey oxşuyur. A number of the number of. Bu sən səsi niyə belə echo verir? Baxdan gül kimi gedirdi. A number of bu şəkildə bizə deyir, düzdür. Və fikir verirsən burada biz bunlara xüsusi qaydalar deyirdik. Yəni necə ki bunun xüsusi qaydası var, burada da eyni ilə rahat şəkildə yanaşırıq biz buna. Ona görə a article-dırsa, burada gets olmasa problem deyil. Çünki a article-lar tək gəlibdir bir qruppa insan, çox qruppa insan deyil. Sonra nə deyir? Deyir ki, plenty of many deməkdir. Burada are olmalıydı. 2-3 D variantı. Bunu da bir dənə yadımıza salalım. Bizim üçün burada a number of deməli. Bu şəkildə gəlir. Yəni cəm isim bu şəkildə gəlməlidir. Daha sonra biz burada görürük ki, həm burada fərqli rəqəmlərlə, rənglərlə işarə eləyək. Deməli, burada bir sıra deyirsə, cəmdə olmalıdır. Burada isə the number, bir dənə şeydən söhbət gedir, xəbəri təkdə olmalıdır. Bu şəkildə. Bir dəfə də yoxlayaq. Bir səhvdir, dediyim kimi many olmalıdır burada. Daha sonra bizim üçün burada nə deyir? Eatingdirsə is olur, bu da doğrudur. 3-də baxırıq, bu da Gerofla başlayıb, bu da doğrudur. Baxaq. Baxaq. Bu doğrudur da. Mən 4-ü niyə çıxıram ki? 4 doğrudur. 4 doğrudur. Bircə dəqiqə. Burada doğrudursa, burada başqa bir söhbət var. In the park and practices olmalıdır, uşaqlar. Burada ikinci tərəfdədir. Bəli, mən burada 4-ü deyirəm doğrudur və deyirəm 4 çıxır deyirəm. Niyə elə bir şey deyirəm mən? Başa düşdünüz? Mən orada səhv söz istifadə elədim. Başa düşdünüz? Yəni burada belə. Gördünüz? Nədir bu? 2-3 düzgün müşavirlənmişik. Düz istəyir. Bəli, 2-3 istəyir. Bu şəkildə. Bu maraqlıdır. Deməli, burada ilk hissəyə baxmadı. İkinci hissəyə baxdı. Rahat bir testdir. Deməli, burada da ikinci hissəyə baxdı. Burada rahat məsələlərdir. Bu şəkildə. Antonimlərə gəlin bir baxaq. Antonim nədir? Əks mənalı. Rahat məsələdir. Kimdən baxırıq? Fidandan. Buyur Fidan. Burada sözlər arasına baxmışdım. Biraz əslində qəribəlik var məncə, amma yenə də deyim, siz daha yaxşısını bilərsiniz. İndi burada track indi izi ilə getməkdirsə, follow-da, yəni təqib etmək. Bu zaten antonimli yoxdur burada. Bir getdi. İkincisində request xahiş etmək, judge da mühakimə etmək. Yəni bu mənaya gəlir. Biz bunu antonim kimi götürə bilərik mi? Mən götürmüşəm əslində. Tələb etməklə mühakimə etmək, yox. Mən səndən istəyirəm, Fidan, deyirəm ki, məsələn, sənə tələb edirəm ki, bu qayda qanun, nə bilim axı, vəkilin istədiyi kimi olmalıdır falan belə, sənə tələb edirəm. Judge-ı mühakimə edirəm. Deyirəm, 2 dəqiqədən deyirəm, sən saçını niyə belə kəsdiribsən, bu niyə belə edirsən? Heç bir nonsensdir, heç bir məna yoxdur burada, yəni. Heç nədir bu? Oldu mu? Üçüncüsündə də təklif etmək, bir də refuse da inkar etməkdir. Yəni təklif etmək, inkar etmək
Düz deyirəm də, refuse inşa etmək deməkdir. Bəli, bəli. Yəni bunu da götürmüşdüm. Əslində 2, 3, 5 yazmışdım. İndi 2 səhv oldu. Sonra dördüncüsündə figür 6 zaten başa düşmək anlamaq, danışsın danlamaq. Bunlar elə konkret sinonim kimidir. Ona görə 4 getdi. 5-incisində də yəni qavarmaq kimidir. Bunu da buraxmaq. Yəni onlar da antonim kimi götürmüşəm. Grab tutmaq, release buraxmaq. Bəli, doğrudur. 3-5 burada doğrudur. 3-5. 2-ni gəl bir dəfə də göstərim. Biri var deyirik black. Bir də var deyirik white. Elə, yəni ki, qara ilə ağ. Yəni bu antonimdir də. Qara tamamilə tərsi olan ağ. Düzdür? İndi burada bizə nədir? Elə bil ki, bizə belə verir. Black ilə orange. Yəni qara rənglə narıncı rəngdir bizim üçün. Çox mənasız deyil ki, yəni heç bir məna yox. Bu şəkildə olur. Burada nə 3 ilə 5 olur cavab. Bu şəkildə. Çox. Bu qədər. İndi 69. Bunun hamısı e-maillər tipadır uşaqlar. E-maildir, elandır, o tipli bizə verir short textlər. Buyurun baxaq 69-a Xuşudla. Xuşud bizə nətər bax. Tərcümə eləmə. Oxumadan bax. Variantla get. A variantına deyir ki, the only requirement is a good knowledge of English. Yalnız burada bir şey qalmalı, öyle bir şey. Əslində xeyir, çünki burada deyir ki, communication skills yəni ancaq bu deyil də, A variantı deyil. B variantına baxsa, disadvantage for this job, bu mənfi şey göstərənlər burada hardadır? Positive. Burada disadvantage-dən danışmırıq. B gedir, danışmırıq. Deməli, a school is looking for English language teacher. She's looking for a job. Looking for energy positive. Enerji İngiliz dilinə oxşamır. Yox, bir dəqiqə. Mən ara yedim tezdən oxuyuram. Xuşud işarələmiş mi? Come on. Müəllim istənilir. Hə də. İstənilən müəllim. Yəni ki, ingilis dilində də yaxşı danışırsa, erməni ingilis müəllimisin. Onda Y variantıdır. Yox, C variantıdır. Kəsibdən, səsin balıqı məzəhilim. Uşaqlar, indi biz dedik ki, burada oxumadan gedək, amma mən də oxudum valla. Amma burada bir dənə A variantında məsələn, burada deyir ki, good knowledge of English. Burada da görsən ki, English'də, yəni yaxşı biliyi olsun ingilis dilində. Belə bir şəkildə bağlaşdıra bilərsiniz, amma bilirəm, tam üstü düşmür, gəl sinonim biləsiniz. Yəni mənasını başa düşməlisiniz. Mənasını başa düşməlisinizsə, yəni bu elə bir şey deyil. Yəni bu elə bir short text deyil. Okay. An çıxdıq. Deyir ki, kreativlik və enthusiasm. Kreativlik bu deyir ki, pis bir şeydir. Pis bir şeydirsə, niyə elə birisini looking for elə? Deyir, looking for da axtarırıq, elə birisini axtarırsa, niyə disadvantage olsun ki, daha da bizə advantagedir. C variantında da burada başında deyirik, ay xoşud. Burada deyir ki, müəllim istənilir. Burada da yazmışam. Sən bunu nətər görmürsən? Deyir, ingilis müəllimləri istəyir, ya da ingilis müəllimi istəyir.
D variantında deyir ki, ingilis dili müəllimi iş axtarır. Xeyr, iş ingilis dili müəllimini axtarır. Sonra burada deyir ki, müxtəlif fənlərin müəllimləri, ingilis dilində danışan müxtəlif fənlərin müəllimləri axtarılır. Yəni, məsəl üçün, kimya müəllimidir, amma ingilis dilini bilsin. Niyə? Çünki kimyanı ingilis dilində tədris edəcək, Azərbaycan dilində yox. Bu şəkildə. İndi gəlin görək bizim üçün burada nədir? Xeyr. Çünki bizə burada deyir ki, who love the language, dili sevən, dili yaxşı bilən müəllim. Kimya müəllimindən mən niyə edirəm gedib ingilis dilinin ali ingilis dilini bilsin, düzümü? Normal ingiliscəsi olsa kifayət edir ki, kimyanı təsir eləsin. O şəkildə, yəni bizə burada ingilis dili müəllimi istəyirlər. Olur burada nə cavab bu qədər. Bu nə tər short textdir? Nəysə. Hay, eşitmədim. Mən də qatılıram. Mən çox qəşəng. Bəli. 70 Fidan. 70-də A variantında deyir ki, professional assistant lazımdır kursda, amma burada elə bir şey danışmır. Elə bir şey yoxdur burada. Professional rəssamlar olsun falan yoxdur belə bir şey. B variantında deyir ki, bu mühəndislik şey üçün praktikası üçün də əslində, yəni mühəndislik praktikası üçün announcementdə, yəni elandır. Amma burada mühəndislikdən yox da watercolordan, yəni rəngləmə işlərindən, rəssamlıqdan falan danışılır. Ona görə B variantı olmaz. C variantında deyir ki, güclü bacarıqlar tələb olunur bu kursa gəlmək üçün. C variantında deyir ki, güclü bacarıqlar şey olur da, yəni tələb olunur bu kursa gəlmək üçün. Amma burada yenə də sadəcə deyir ki, improve your skills, yəni bacarıqlarımızı inkişaf etdirmək üçündür. Ona görə kömək edəcək. Ona görə C variantı getdi. D variantında deyir ki, kurs öyrədir ki, yəni rəngləmələrlə əlaqəli olan şeylərdə müxtəlif bacarıqları öyrədir. Bu doğrudur. Y variantında isə deyir ki, çox az, yəni yaxşı bacarığın olmamalıdır ki, nə istəyəndə bu mənfi bir şeydir. Elə bir şey də onsuz demir ki, məndən yaxşı bacarığım olsun, ya pis bacarığım olsun. Onsuz belə bir şey də demir. Sadəcə yenə deyirəm, inkişaf etdirmək üçündür. Ona görə D variantı düzdür. Bəli. Y variantı deyir ki, sənin işığı düzgün istifadə eləmək bacarıqların olmamalıdır ki, bu kursda iştirak edəsən. Biz niyə burada bacarıqsız adam gətirib qoyaq? İşıq istifadə eləmək deyən uşaqlar sizlə də söhbət gedir. Watercolor, mən də watercolorla işləyirəm. Mən belə sizə yox, mən rəhləməyi sevirəm. Qəşəng rəsmlər çəkirəm. Maşallah. Nəysə, watercolor yəni elə bir şeydir də, painting. Karandaşla işləmirsiniz, başım çəkirsiniz. Ümid edirəm izah edə bildim. Biri var paint eləmək. Paint eləyəndə Azərbaycanda boyamaq gedir o, boyamaq. Draw isə nəyisə çəkmək mənasına gəlir karandaşla. Sketch çəkirsən. Paint isə watercolor aiddir. İndi sən burada istifadə deyir ki, işığı düzgün istifadə eləməlisən də, istifadə eləməməlisən falan bir şey deyir. Elə bir şey yoxdur. Deyir ki, zaten yəni öyrədəcəyik. Demirsən də olsun ya da olma deyir, öyrədəcəyik. Düzgün izah edir Fidan bizə. Ona görə olur burada nə? D variantı. Bu nəsə short textlərini heç xoşlamadım. Çox dadsız duzsuzdur. Bu uşaqlar çox duzsuzdur. Bilməm, izah edə bildim ya yox. Nəysə, 71-ə baxaq. Xoşutla. Təbii ki. Əziz Mr. Gently. Mən yazıram ki, mən demək üçün yazıram ki, əgər riyaziyyat talantının ehtiyacınız varsa, bizim qrupumuza qatılın. Bizim qrupumuz. Formül, mənim formülüm. Məşhur demədim. Gözləyirəm.
B variantı da deyir ki, iş üçün müraciət. İş üçün müraciət deyil, bu tanıtım da, yəni B variantı gedir. No. No. Bizim üçün burada nə deyir? Deyir ki, bir də səsim bağla. Okay. Bizim üçün burada bir nə deyir? Deyir ki, mən bunu yazıram ki, səndən soruşum ki, sənin bacarıqlı bir riyaziyyatçıya ehtiyacın varmı marketinq komandanda? Riyaziyyatçı, talantlı, yəni istedadlı bir riyaziyyatçıya ehtiyacın varmı? Bu şəkildə. Bundan söhbət gedir. Baxaq. Aha. Bu şəkildə. Digərində deyir ki, bayaqlarda kollega sözünü bayaqlarda görmüşdük. Deməli, deyir ki, my former colleague, former bilirsiz nə demək? Last, yəni keçmiş həmkarım. Keçmiş həmkarım Hannah Wilson mənə dedi ki, sən tezliklə işə götürə bilərsən. Deyir ki, I would love the opportunity to meet with you to discuss the custom marketing analytics platform. Xüsusi marketing analitik platformun haqqında danışmaq üçün səndən görüşmək istəyirəm. Yəni, deyir ki, mənə işə götürə bilərsənmi? Gələk görüşək, ondan sonra mənə işə götürə bilərsənmi? Sonra bizim üçün burada deyir ki, Hankett, Mr. Hankett onun keçmiş kollegasını, həmkarını işə götürmək istəyir. Yox, Hankett yazır ki, mənə işə götürə bilərsinizmi? Bu şəkildə. B variantı doğruydu. Deyir ki, bu məktub yazılıb ki, bir iş pozisiyasına sahib olsun. C variantına deyir ki, marketing spesialist tərəfindən yazılıb. Amma burada deyir ki, bacarıqlı riyaziyyatçıya ehtiyacım varmı? Yəni, bu riyaziyyatçıdır, marketing spesialisti deyir. Deyir ki, məktub ünvanlanıb namizədə applying for a job. Yəni, məktub işə müraciət edən namizədə ünvanlanıbdır. Namizədimiz kimdir? Bu Louis Hankettdir. Namizəd odur. Adayımız odur. Və o işə müraciət etmək üçün Hankettə göndərilmir. Hankettin özü göndərib. Göndərilmir. Və burada deyir ki, is addressed. Passive voice deyir, göndərilib, göndərilməyib. Adamın özü göndərib. Hannah Wilson is a mathematician. Deyir ki, riyaziyyatçıdır. Hannah Wilson deyir, həmkarı olubdur. Həmkarıdırsa, bu da riyaziyyatçı olmuş olur. Burada belə bir məsələ var. Riyaziyyatçıdır bu deyəsən həm Hankett, həm də ki, marketing analytics platformasına sahibi olan bir şəxsdir. Ona görə bu həm riyaziyyatçıdırsa, həm marketingçidirsə, o zaman burada B, C, Y də doğru olmuş olmur. Y variantı əslində biraz məzəli də görünür. Çünki deyir ki, mənim əvvəlki həmkarım, bəlkə bu təqaüdə falan çıxıb, bəlkə indi riyaziyyatçı deyil. Ona görə Y variantına çıxmaq mümkündür. Çünki konkret o şəkildə bizə demir. Burada ümumi bir general yanaşma eləyək uşaqlar. Mən düşünürəm ki, general bir yanaşma eləyək və burada B variantı götürək. Amma burada C variantı doğrudur əslində. Çünki bax, buradakı hissəsini əslində bəxlə keçdim, riyaziyyatçıya fokuslaşdım. İndi baxıram. Amma məncə burada B variantı götürürlər, çünki bu daha ümumi bir anlayışdır ki, iş pozisiyasına müraciət edir. Bəlkə gedib onu menecer olaraq işə götürəcək, riyaziyyatçı olaraq işə götürməyəcək. Başa. Bu nəsə B variantı hamısını özündə əhatə eləyə bilir, amma bu biraz müəmmalı sualdır. Bunu xoşlamadım 71-i. Xoşlamadım bunu. Tamam mı? Bu şəkildə. Belə bir mübahisəli məsələ düşməyəcək sizə qorxmayın. Çünki belə Y variantındasında dolayısı yolla o da düzgün gəlir. Buyur Xurşud. Mən çıxa bilərəm. Yes, çıxa bilərsən. Sağ ol mənim. Yes, bye. Bu şəkildə. Biraz məzəlidir 71. Sən nə fikirləşirsən Fidan? 71 haqqında. Mənim də biraz beynim yandı. Yes, BCY. Xoşlamadım. Bu 2024-də short text-lərin təzə çıxdığı vaxtları idi. Ona görə bəlkə burada biraz
Müəyyən şeyləri qəşəngləşdirməyiblər. İndiki OTK-da belə şeylər görmürük məncə. Amma burada belə bir şey var. Başlayalım. İndi biz burada nə iş görürük? Qabidən bunu ikiləyək. Həqiqətən heç xoşlanmıram belə olanda. Mən də kitab yazanda bu hissə belə alınırdı. Yəni başa düşsən, uca sırası o cür qurulub ki, bu ora keçməlidir. Ona görə OTK-nın bir günahı yoxdur əslində. Bu şəkildə çap olunur. Və yaxud ki, kitabların da günahı yoxdur. Bu sadəcə olaraq belə işləyir. Mənim də xoşuma gəlmir. Baxaq. Riyaziyyat. Deməli, oturaq buna baxaq. 72. Əlbəttə olar. Buranı oxu qutar. O bir tərəfə keçəndə denən göstərim mətni sənə. Oldu mənim. Okay. Keçirmişsən. Dur. Yetmişçiyə baxıram indi. 72-də deyir ki, the way you ask a question affects, deməli, nəyə təsir göstərir? Burada başlanğıclarında deyirdi, bir dəqiqə tapım təzədən. Bizdə new perspektivlər falan o hissədən başlayır əslində nələrə təsir göstərir. Sonra burada nə deyir? Öyrənməmizə falan da kömək eləyir. İndi birincisində deyir ki, doğru cavaba fokuslanmamızda bizə kömək edir. Məncə bu yanlışdır. Bunun burada əlaqəsi yoxdur. Sonra ikincisində deyir ki, başa düşməyimizdə və cavablamamıza təsir göstərir. Bircə dəqiqə. Bu ola bilər əslində. Hətta bunu deyirdi respond olan hissəsində. Bircə dəqiqə tapım o hissəsini. Respond olan bir hissə var idi burada. Hardadır? Mətnin ardını burada açmışam. Bir baxaq. Bir yerində respond var idi, o hissəsində deyirdi. Bu. Və orada var idi. Elə orada deyir ki, understand and respond to them, yəni cavab vermək və başa düşməyimizdir. Ona görə bu bizdə doğrudur deyə düşünürəm. Amma bir şeydə fikir ver. Qırmızı ilə işarələdim. Sualımızın tonu təsir eləyir. Burada, sən dediyin cümlədə. Tone. Məsələn, deyirəm ki, filan dərsə yəni biraz indi burada, məsələn, deyirəm, filan dərsə gələsən, ya da biraz belə məzəli bir, aqressiv bir şəkildə də soruşuram. Yəni, bu təsir eləyir də, başa düşdün, tonu, danışıq tonu. Yəni, burada tona fokuslaşır, başa düşdün. Amma burada deyir ki, the way you ask a question.
Amma burada da elə aqressiv falan olmaqdan danışır görsən. Bəli. Orada 4, əslində 3-cü ilə 4-cü müəyyən qədər bir-birinə oxşar deyə burada. Baxaq görək. It's understanding and its responses. Deməli ya cavab 2 4-dür. Eynidirsə ya da ki 1 3-dür. 2 ilə 4 demək olar ki, eyni deyil. Çünki ikisində də birində də cavab verməkdir, başa düşməkdir. Digərində də insanla anlaması və cavab verməsidir. Gəl bir dənə, bilirsən mənə hara maraqlı gəlir, bax bura. Not all questions are the same. Bütün suallar eyni deyil. Some questions may limit your thinking. Bəzi suallar sənin düşüncəni limitləyə bilər. You may focus on finding a single correct answer. Sadəcə olaraq tək bir doğru cavabı tapmağa fokuslaşa bilərsən. Digərləri isə sənin düşüncəni genişləndirə bilər. You may create multiple options and alternatives. Əslində bu da deyil. Bu da deyil. Sonra burada tondan danışır. Qoy bir dənə oxuyum bu sənə. Bu da deyil. Okay, o zaman gəl birinci paragrafa baxaq. Okay. Oh my gosh, wait. Burada bilsən nə deyir? Deyir ki, the way you ask a question. Oh my gosh, sən düzgün deyirsən. Deyir ki, sənin sual soruşma tərzi deməkdir. The way burada sual soruşma üsulun, yəni tərzin. Ona görə sən düzgün söylüyorsan, bəli. Mən niyə o hissəyə baxmadım? Yəni sən doğru deyirsən, bəli. Ona görə 2-4 olacaq burada. Oh my gosh, sorry. 73. 73-də deyir ki, liderlər, yəni bunu onsuz birinci cümlədə deyirdi, bircə dəqiqə. Hardadır bu? Hə, elə birinci cümlədədir, bəli. Deyir ki, creativity and innovation are essential for any leader who wants to solve problems. Nəysə, ondan sonra da deyir ki, bunun bacarıqları möhkəmləndirmək üçün də bu həmin fəaliyyətdən istifadə eləmək lazımdır. Ona görə birincisi düzgündür. İkincisində deyir ki, suallar prevent us to find new perspectives. Burada prevent tam dəqiq mənası nə olur bilmirəm əslində. Amma perspektiv olan cümləyə baxaq. Perspektiv hardaydı? Burada ki, questioning can help you to explore new perspectives. Yəni məncə bu düzgündür, çünki prevent elə ağlımda qalıb ki, elə explore-la təxminən eyni mənaya gəlirdi. Sadəcə dəqiq yadımda deyil, amma bu qalsın yenə də burada. Hələ ki qalsın. Üçüncüsündə deyir ki, helps us to adapt to change. Bu artıq dəqiq düzdür də bizdə. Çünki bunu da ilk paragrafda deyir ki, solve problems, adapt to change, inspire others. Bunlar gücləndirmək üçün bizdə nə etmək lazımdır? Elə bu fəaliyyətdən istifadə etmək lazımdır. Bu bizdə dəqiq düzdür. Dördüncüsündə də deyir ki, bunu öyrənmək hardly, yəni yox, deyir ki, bununla heç cürə, yəni edə bilmərik, bu fəaliyyət edərək heç cürə bu bacarıqları, yəni inkişaf etdirə bilmərik, öyrənə bilmərik, yəni bu da doğru deyil, yəni. Ona görə 1 ilə 3 bizdə dəqiq düz oldu. Bir dənə ikincisində preventin mənasını bilmirik. Prevent bilsə nə deməkdir? Əngəl olmaq. Qarşısını almaq. Tamam mı? Onda konkretsən. Bizdə 1-3 dəqiq düzdür. Bəli. 2-də deyir ki, sənin yeni perspektiv tapmağına qarşı çıxır. Amma burada deyir ki, xeyr, sənin kəşf eləməyinə, açılmağına kömək. Ona görə 2 bədbəxtdir. 4-də də deyir ki, through sözü xoşuma gəlir, vasitəsilə deməkdir. Deyir ki, learning can hardly be reached through questioning. Sual verərək çətin ki, öyrənərsən deyir. Dostum, sual verərək öyrənirik.
Bu da belə bədbəxt bir şeydir. Main layout'un elə başımı buraxa. Bir dənə sual verim. Sən də main layout'u axırda işləyirsən, yoxsa işləyən momentdə işləyirsən? Biraz məzəli bir sual oldu, amma sən başa Bir dənə dinləmədə o main layout soruşanda bir dənə orada axırıncı işləyirəm, amma belə suallarda ardıcıl işləyirəm onda. Çünki mətni mən bütün oxuyuram ona görə. Onda 74-də işlə. Deyir ki, yollar nə əlaqə, yəni A variantının nə əlaqəsi var? Deyir, aqressiv lider olmaq üçün yollar, bunun heç bir əlaqəsi yoxdur. B variantında deyir ki, sual soruşmağın müxtəlif tonlamaların, yəni tərzləri, bu da yanlışdır. C variantında deyir ki, yəni o hissədən danışır, amma full mətn onunla bağlı deyildi. B variantda olanla bağlı deyildi. C variantında deyir ki, sual soruşmağın vacibliyi, əhəmiyyəti, yəni bu doğrudur, ümumiləşdirir. Bunu biz main layout'a yaza bilərik. D variantında deyir ki, qrupda, yəni timdə, komandada bacarıqlarımızı inkişaf etdirməyin yolları. Burada sadəcə bizdən bir yoldan da, bizə bir yoldan danışdı. Ona görə D variantda səhvdir. E variantında sual soruşmağın və öyrənməyin fərqləri, bununla nə əlaqəsi var? Bu da getdi. Ona görə C variantı düzdür. Bəli. Sual soruşmaqla öyrənməyi uşaqlar bizə elə bil ki, birləşdirir də, eyni yola gətirir ki, yəni sual verməklə öyrənə bilərsiniz. Tipa, sual verərək öyrənə bilərsiniz. İkisini inteqrasiya eləyir. Həm də ki, yəni nə bilməyim, mətni əhatə etmir də. Amma C variantında düzdür. Şəkildə 75. 75-də deyir ki, niyə doğru sual soruşmaq önəmlidir? A variantında deyir ki, bu bizə töhfə vermir, yəni özümüzü inkişafa töhfə vermir heç vaxt. Bu yanlışdır təbii ki. B variantında deyir ki, bu bizi alternativlərimizi limitləşdirir, yəni belə təmin edir. Bu da yanlışdır. C variantında deyir ki, daha dərin düşünməyimizə səbəb ola, kömək edir. Yəni bu doğru ola bilər. D variant niyə çıxdınız ki mən? Bircə dəqiqə. D variantında deyir ki, bu bizi çaşdıra bilər. Y variantda isə deyir ki, bu tək cavaba fokuslanmağımızda bizə kömək edə bilər. Yəni bu da yanlışdır. Ona görə C variantıdır məncə. Bu single answer olan hissəni axtarıram. Buradadır. Elə mən də ora baxıram. Bizə burada deyir ki, bəzi suallar səni limitləyə bilər düşüncəni. Və deyir ki, sadəcə olaraq bir dənə düzgün cavabı tapmağa sənə fokuslaşmağına kömək ola bilər. Digərləri isə sənin düşüncəni genişləndirir. Bu şəkildə. Amma bizə burada deyir ki, vacib sualları soruşmaq. Bir dənə görək bununla bağlı. Doğru sual soruşmaq. Bax. Bizə burada deyir ki, burada bizə nədən danışır? Y variantı. Y variantında bizə sualların tipindən danışır. Ki, müəyyən suallar, məsələn, sənə sual deyirəm ki, Fidan, hansı cür suallar ola bilər? Sən də o zaman bu sualın cavabı olur. Amma burada deyir, vacib sual soruşmağın əhəmiyyəti nədir? Vacib sual soruşmaq bizə deyir ki, daha dərin düşünməyə kömək edə bilər. Heç çaşdıra bilər, çaşdırmayacaq əlbəttə ki. Burada bir dənə maraqlı bir hissə var. Deyir ki, if your questions are too passive, yəni çox passiv sualların varsa və qeyri-müəyyən sualların varsa, qeyri-müəyyən passiv suallar, yəni vacib olmayan suallardır. Not important, elə? Və deyir ki, it can lead to confusion and boredom. Yəni ki, başqaşlıqlığına və sıxıcılığa gətirib çıxara bilər. Bu şəkildə bizə deyir. Amma bizə də bunun əksi lazımdır. Çünki not important bizə mətndə verib, deməli onun əksi nədir? Importantdır. Ona görə C variantı bizim üçün maraqlıdır. One single answer, yəni o bunun, bu sualın cavabı deyil. Mətndə olmasa həmişə o düzgün cavabdır demək deyil uşaqlar. Suala birbaşa ödəyirmi ya yox? Şeyə oxşur ya, bu completed sentence-lərə də oxşur. Məsələn, completed sentence verir.
Sonra deyir ki, cümləni tamamla. Zaten complete sentence cümləni tamamla deməkdir. Nəysə. Məsələn, deyir ki, Fidanın ayağı ilişdi, yıxıldı. Allah eləməsin. Asuda çay içir. Sizcə Fidanın ayağının ilişib yıxılmağı cümləsinin ardı Asun çay içməsidir. Yəni şeyə oxşuyur da. Yəni ki, Fidanın ayağının ilişib yıxılmasının səbəbi Asun çay içməyidir. Yazıq Asu oturub orada çay içir. Asun nə əlaqəsi var burada? Başa düşdünüz? Amma məsələn Fidanın ayağı ilişdi, yıxıldı. Vergül Fidan ayaqlarının bağcıqlarını bağlamamışdı. Bu şəkildə desək, hə, onda cümləni tamamladı. Başa düşdünüz? Yəni mətndə Asun çay içməsini də verə bilər, Fidanın yıxılmasını da verə bilər. Düzdür? Yəni belə şeylər ola bilər. Belə. Yəni ona görə baxmalısınız ki, düzgün yerdə düzgün məlumatımı istifadə edəsiniz. Məncə bu vacibdir. Amma bu sualı heç xoşlamadım Fidan. Sən nə fikirləşirsən? Çünki bu birbaşa mətndə exactly yerini göstərməlidir deyə fikirləşirəm. Sən necə fikirləşirsən? Mən fikirləşirəm ki, bu mətni heç bəyənmədim ümumiyyətlə. Mən də bəyənmədim. Belə biraz məzəlidir. Deməli 76-ya baxaq. Bizdən doğru olanı istəyir. Birincisində deyir ki, suallar sadəcə doğru cavabı tapmamızda bizə kömək etmir. Yəni sadəcə kömək etmir. Bir düzgün ola bilər, çünki sadəcə cavabı tapmırıq. Orada müəyyən qədər bizim o skilllərimizi də, yəni bacarıqlarımızı da yəni yüksəldirdi. Və burada da deyir ki, sadəcə ona eləmir də. Necə deyim, inkarlıq var, amma bizə doğrunu verir məncə. Ona görə birincisi düzgündür. İkincisində deyir ki, suallar nəyi bildiyimizi təsdiq etmək üçün soruşulur. Bu yanlışdır. Yəni, bu yanlış olur. Üçüncüsündə deyir ki, cavabların aydınlığı nədən asılıdır? Bizim suallarımızın müəyyənliyindən asılıdır. Bu düzgündür. Yəni, bu bizə düzgündür. Doğru sual versək, doğru cavab alırıq. Dördüncüsündə də deyir ki, insanlar bir-birləri arasında aqressiv olanda yəni kritik vəziyyətlərdə falan onu demək istəyir. İnsanlar bir-biri ilə fikirlərini bölüşürlər. Bu da yəni yanlışdır. Deyir ki, tənqid, bu to criticize uşaqlar belə yazılır. Bu tənqid etmək deməkdir. Criticizing isə tənqid edici deməkdir. Tənqid edici. İndi fikir verdim ki, tənqid edici, yəni burada ayıncı da verib, tənqid edici. Deyir ki, insanlar öz fikirlərini bölüşürlər, yəni sual tənqid edici ya da ki, aqressiv olarsa. Yəni, niyə ki, Fidan nəyəsə qəşəng eləyəni deyirəm, nə qəşəng eləyibsən, pis eləyib deyəndə də pis eləyibsən deyirik. Mən də nəyəsə eləyəndə Fidan da eynisini eləyir. Düzdürmü uşaqlar? Ona görə yəni biz belə bir hərəkət eləyə bilmərik də. Yəni sadəcə olaraq fikirlərimizi nəsə neqativ olanda demirik. Yaxşı bir şey olanda deyirik. Mətndə də zaten bundan danışır, bunu müzakirə edir. 1-3. Bir də only deyir. Only olanda uşaqların çoxsu səhv götürür. Amma burada deyir ki, do not only help to find answers. Yəni deyir ki, sadəcə olaraq ona kömək eləmir. Yəni başqa şey də var. Only olanda biz onu ona görə səhv götürürük ki, səhv götürmək ağlımızda həmişə olur ki, bir şeyə fokuslaşır deyə. Amma burada bir şeyə fokuslaşmır axı. Burada maraqlı bir oyun oynayıb. Deyir ki, questions do not only help to find answers. Sadəcə olaraq ona kömək eləmir. Demə başqa şey də var. Demə bir şeyə fokuslaşmadı. Və burada onu da deyir. It is not only but also. Görürsünüz? Bu qəşəng bir sual idi. Mən bunu paylaşmaq istəyirəm. Çünki niyə də olmasın? Gözləyirəm. Əla, bu şəkildə, super. İndiyə görə bizim listeningimizdə nədir? Burada nə qəşəkdir? Bax, görsən hamısı bir vərəqə ayrılır. Bir də belə şey eləməyimizə ehtiyac yoxdur. Qəşəng görünür, hər şey aydındır. Super.
İndi bunlara bax, listening-i qoşum filan. Hazır olanda de qoşaq. Qoşa bilirsən. Getdik. Sea lions are marine animals. As they live both in water and on land, they carry important nutrients from the ocean to the land and make the soil on which they rest rich. They usually live and hunt in large groups. There are 6 species of sea lions. They live around the globe, especially in New Zealand and the western and southern coasts of Australia. They are often confused with seals. Unlike seals, sea lions don't live in polar regions. Sea lions are predators. They eat large amounts of fish. Sea lions' attacks on humans are rare, but when humans come within approximately 2.5 meters, they can be very unsafe. There are some species of sea lions that are in danger of extinction. Japanese sea lions were hunted for their skin, internal organs, and oil, and they were also captured for the circus trade. Səs necə idi? Dinləmə necə idi? Zəif gəlmir ki səs. Yaxşı. Xeyli normal idi. Okay. Hazır olanda da ikinci dəfə də qoşum. Qoşun. Sea lions are marine animals. As they live both in water and on land, they carry important nutrients from the ocean to the land and make the soil on which they rest rich. They usually live and hunt in large groups. There are 6 species of sea lions. They live around the globe, especially in New Zealand and the western and southern coasts of Australia. They are often confused with seals. Unlike seals, sea lions don't live in polar regions. Sea lions are predators. They eat large amounts of fish. Sea lions' attacks on humans are rare, but when humans come within approximately 2.5 meters, they can be very unsafe. There are some species of sea lions that are in danger of extinction. Japanese sea lions were hunted for their skin, internal organs, and oil, and they were also captured for the circus trade.
Aha. Bir də belə bir sual vermək istəyirəm sənə, Fidan. Sən ilk dəfə dinləyəndə nə iş görürsən və ikinci dəfə dinləyəndə nə iş görürsən? Yəni, misal üçün, elə uşaqlar var ki, ilk dəfə dinləyəndən hamısını yazanlar var. Elə uşaqlar da var ki, el eləyə bilmir. Və insanlara maraqlı olur ki, görürsən yaxşı yazan uşaqlar necə olur ki, yəni listening-də nəyi necə edirlər? Bu suala cavabın nədir? Mən birinci dinləmədə məsələn bu dinləmədə indi birinci dəfədə bütün sualları əslində yazmışdım, amma həmişə belə olmurdu. Yəni ilk dinləmədə hamısını yazım. Sadəcə bir də mən həmişə dinləmədən əvvəl sualları tez-tez baxırıq. Onda yəni birinci əslində məntiqən bəzilərini düşünmək olur ki, yəni bu məsələn bu ola bilər. Orada məsələn variantı işarə eləyirəm hələ ki gözləyirəm də. Sonra məsələn onu dinləyəndə tapmaq daha rahat olur da mənim üçün. Yəni səhv də ola bilər, düz də ola bilər. Mən sadəcə yəni əvvəlcədən işarə eləyirəm də, ola bilər, olmaya da bilər. Sadəcə nədənsə mənə elə tapmaq daha rahat gəlir. Bir də yenə dediyim kimi ilk dəfədə hamısını bitirə bilmirəm həmişə olmur bu. İkincisində də məsələn əgər hamısını bitirirəmsə və ortada 2 dəqiqəlik şey verirlər, o fasilə verirlər ki, bir dəfə də baxsınlar suallara falan. Əgər birinci dəfədə hamısını bitirmişəmsə və əmin oluramsa cavablarımdan, mən gedib məsələn qrammatikal suallarını işləyirəm o 2 dəqiqədə. Bilmirəm bu nə dərəcədə doğrudur, amma məndə belə işləyir, məndə strategiya belədir. Amma əgər əmin deyiləmsə suallarımdan, əslində yenə də suallar yadımda qaldığı üçün gedib yenə də suallara baxıram. Əgər bir sualım qalıbsa, məsələn, eşitməmişəm sonra, gedib yenə məsələn onu işləyirəm. Çünki 2 dəqiqə həqiqətən biraz uzun gəlir. İkinci dəfə də qoşulanda heç nə, ikinci dəfə dinləyirik, onda da yaza bilmədiklərimizi yazırıq, yəni belə edirəm. Mənim IELTS-dən 8 bal alan uşağım var idi və o da sənin kimi işləyirdi. Və mən buna hər kəs tövsiyə etmirəm uşaqlara. Əgər özünüzə güvənirsinizsə eləyin. Bilmirəm, IELTS-dan sənin xəbərin varmı ya yox? 10 saniyə, 10 saniyə yox, abartdım, yalan danışmayın uşaqlar. 30 saniyə olur arada fərq. 30 saniyə fasilə verir, sonra yenidən dinləmə başlayır. Ən axırıncısında part 4-də 1 dəqiqə fasilə verir. Yəni da bu şəkildə olur. Uşaq yəni 30 saniyəyə alışan adam üçün 2 dəqiqə yəni çox uzun bir dəqiqədir. İndi bildiyim qədərində sənin IELTS-ın yoxdur, düzdür Fidan? Sən sadəcə olaraq düz bir buraxılış uşaqsan, düzdür? Bəli. Yəni Fidanda da bu cür işləyir. Belə. Kimsə belə suallar varsa cavablamış olar. Bu videonun adı altında paylaşacağım. Səndən intervyu eləyə bilmədik. O uşaqlara maraqlıdır da, hamı mənə yazır. 300 bal almış uşaqla necə dərs işləyirik? O şəkildə bunu paylaşacağım bu video adı altında. Belə. 77-ni indi sualları özün tapmısan, elə gəl cavablar məndə yoxdur. Ona görə elə gəl özün izah eləyə, həm də özünü yoxla ki, düz yazmısan yoxsa yox. 78-də C variantı yazmışam. Burada deyir ki, C-line sizə torpağı daha da zənginləşdirir. Burada deyir ki, they carry important nutrients from the ocean to the land and make the soil they rich. Orada yazıb. Sonra 78-də Bəli, o hissəsində. Sonra 78-dən mainly about deyir. Mainly about-da A variantında deyir ki, suitləri, nə əlaqə, suitlərindən danışmır. Burada idi, sea-lions idi, şirlər idi. B variantında deyir ki, sea life, Avstraliyada sea life-dan deyir, yəni dəniz həyatına danışır, amma bu da yanlışdır, belə bir şey yox idi. Bizdə əsas məsələ sea lion-lardır. Sonra C variantda deyir ki, yenə dəniz məməliləri, hansı ki suda da yerdə yaşayırlar, torpaqda yaşayırlar daha doğrusu. Elə bunu ilk cümlədə bizə deyir ki, bunlar marine animallardır, yəni dəniz heyvanlarıdır da və burada bir hissəsi olmalıdır. Bəli, orada yazır ki, they live both in the water and on land. Yəni bu bunun xüsusiyyətləridir. Ona görə C variantı mainly about-a düzgün gəlir.
D variantında deyir ki, yerlər, hansı ki bu məməlilər yaşayır həmin yerlərdə, amma bunun haqqında da bizə demirdi. Yerlərdən danışmır da, yəni bütövlükdə. Sonra Y variantında deyir ki, important substance, yəni vacib maddələr. Yəni belə bir şey də yox idi. Ümumiyyətlə C variantı düzgündür burada. 79-da bizə deyir ki, təhlükəli idi. İnsanlara daha da çox yaxınlaşanda təhlükəli ola bilərdi. Nə? Məsələn, mən burada 1 və 4-ü götürmüşəm, çünki burada bir hissə var idi. İndi deyəcəm. Orada var. Sea lions attacks on humans are rare. Yəni nadir hallarda baş verir, amma 2.5 metrdən biraz yuxarıda da həmin cümlə müəllim. Bəli. Oradadır. Nadir hallar. İnsanlar yaxınlaş. Bir dəqiqə bundan əvvəl demişdi əslində o cümləni. Biraz əvvəl də deməli idi. Harda var? Burada həmin cümlə düşmür. Deyəsən, bunun əvvəl də çünki bir şey deyirdi. Yaxınlaşan. Gəl bir dəfə dinləyək. Gəl görək hələ bizə nə deyir. Bəlkə var bilmirəm. Sea lions are marine large groups. There are 6 species of sea lions. 6, They live around the globe, especially in New Zealand and the western and southern coasts of Australia. They are often confused with seals. Unlike seals, sea lions don't live in polar regions. Sea lions are predators. They eat large amounts of fish. Sea lions' attacks on humans are rare, but when humans come within approximately 2.5 meters, they can be very unsafe. There are some species. Ötürdə bir şey yoxdur. Bəli. Elə bu cümlədə də onsuz çıxır. Sadəcə yəni birdən ağlıma elə takılmışdı ki, yəni var idi elə bu cümlə, amma elə bu cümləymiş yəni. Birləşdiriblər, sadəcə o məni çaşdırdı. Yəni burada deyir ki, yaxınlaşanda təhlükəli ola bilər, yoxsa nadir hallarda baş verir onların hücumu. Ona görə də 1 və 4-ü götürür. 1-də də 4-də də eyni mənaya gəlir ki, sea lionları baxmayaraq ki, nadirən edirlər, hücum edirlər. Və 4-də də deyir ki, bu yəni həmişə yəni adi olmayan bir şeydir, yəni normal bir şey deyil ki, sea lionları insanlara hücum etsin, amma ondan sonra da bizim cümləmiz gəlir. Ona görə 1 ilə 4 doğrudur. Sonra 80-ci sualda birincisi burada above yazmışam. İndi baxaq. Deyir ki, Japanese sea lions were also captured for circus. Bu elə axırıncı cümlədir bizdə. Ən axırıncı cümlədə elə bunun eynisini deyir. Ona görə bu bizdə true'dur. Sonra ikincisində deyir ki, bütün sea lionları şeydir, necə deyək ona, nəsli tükənməkdədir, o mənaya gəlir. Amma burada da bir dəqiqə, deyir, there are some species of sea lions that are in danger of extinction. Yəni, hamısı deyil, bəzi növləri. Ona görə bu bizdə false-dur. Sonra üçüncüsündə sea lionları bunun eynisini deyir. Elə they eat large amounts of fish. Orada deyir. 2.5 metrdən yenə biraz yuxarıdadır həmin cümlə. They eat large amounts of fish. Bunun eynisini deyir. Ona görə bu da true'dur bizdə. Və dördüncüsündə də deyir ki, polar, yəni qütb regionlarında sea lionları yaşaya bilir. Hansı ki, bu deyir, hətta yaşadıkları əsas ərazilərdir. Bu da yanlışdır bizdə. Burada deyir ki, unlike seals, sea lions don't live in polar regions. Yəni, su itlərindən fərqli olaraq sea lionları qütb ərazilərində yaşamır. Ona görə bu da false-dur bizdə. Bu şəkildə müstəs ayılır. Bu da belə. Bir də bizim əsəmiz qaldı. Əsəmizi də mən istəyəcəm ki, sən bizə yazasan. Nəyi üstün tutursan? Bizə
yazıb verməyi, yoxsa mən bizimlə birlikdə yazıb uşaqlara göstərməyi? Nə sənin üçün rahat sonra iyi. Mən düzünü desəm əslində mən çıxmalıyam indi. Writing-i sonradan olar. Əlbəttə olar. Bəli, olar. Bunu şəklini götürüm, göndərərəm. Götür. Üzrü sayımlayım, həqiqətən çıxmalıyam indi. No, narahat olma. Mən də yoruldum. 4 saat dərs keçdik. Bu şəkildə. Çox sağ ol dərsə gəldiyin üçün. Sağ ol, özünə yaxşı bax. Sağ olun.